Salam, axşamınız xeyir olsun. Günah TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Milli fəalla bağlı yeni cəza hökmü çıxarıldı. İranla qarşıdurma hələ də bitməyib, Netanyahudan açıqlama. Netanyahu, İsrailin lazım olduğu müddətcə Güney Livanda qalacağını bildirib. Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək. Ceyhun Bayramov Türkmenistanlı həmkarı ilə mövcud vəziyyəti müzakirə etdi. İndi isə daha ətraflı. Gilan əyalətinin apellyasiya məhkəməsi cəzaların birləşdirilməsi tələbini qəbul etdikdən sonra hazırda evin həbsxanasında saxlanan Azərbaycanlı milli fəal Vədud Əsədinin əvvəlki məhkumluqlarını ləğv edib və barəsində yeni cəza qərarı çıxarıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Yeni hökmlə o 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Əsədi əvvəllər 2 ayrı iş üzrə cəmi 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək ittihamı ilə 6 il 1 ay, hökumətə düşmən və müxalif qrupların xeyrinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 8 ay və rəhbəri təhqir etmək ittihamı ilə 16 ay həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Gilan əyalətinin Rəşd şəhərində yaşayan Vədud Əsədi 2024-cü ilin fevral ayında həbs olunub. Davam edirik. İran, ABŞ ilə danışıqlar və qarşılıqlı anlaşma dövründə hərbi hazırlığı gücləndirəcək. Bunu İranın Müdafiə Naziri vəzifəsini icra edən Sərdar Məcid İbn Əl-Rıza bəyan edib. İran Silahlı Qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir və hər hansı yeni təxribat olacağı təqdirdə əvvəlkindən daha sərt cavab verəcək deyə o bildirib. Onun sözlərinə görə İran eyni vaxtda həm danışıqlar aparmağa, həm də müqavimət göstərməyə hazırdır. ABŞ-nin danışıqlar zamanı razılaşmaları pozacağı təqdirdə döyüş meydanında lazımi cavabı veriləcək. Məhz bu cür davranışa görə biz danışıqlar və 60 günlük qarşılıqlı anlaşma dövrü ərzində bütün sahələrdə hərbi hazırlığımızı gücləndirdik və bunu davam etdirəcəyik. İsrailin baş naziri Benyamin Netanyahu keçən cümə axşamı Quş Etsion'da ehtiyat zabit kursantları ilə görüş zamanı İsrailin İran və onun müttəfiqləri ilə qarşı durmasının hələ bitmədiyini deyib. Bu barədə İsrail mediası məlumat yayıb. Biz hazırda İran və onun proksiləri ilə üz-üzəyik. Biz onlara zərbə endirdik. Bu hələ bitməyib, amma bu bizim gücümüzdən asılıdır deyə o bildirib. Netanyahu qeyd edib ki, İsrailin növbəti 30 ildəki mövqeyi ölkənin hərbi gücündən asılı olacaq və hazırda daha böyük güc qurulduğunu vurğulayıb. O, ABŞ-dən silah asılılığının azaldılmasına çağırış etsə də Vaşinqtonun dəstəyini yüksək qiymətləndirdiyini bildirib. Silah müstəqilliyi istəyirəm deyə Netanyahu qeyd edib. Biz öz müstəqil silah sistemimizi qurmalıyıq. Biz öz silahlarımızı istehsal edirik. Livanın güneyində fəaliyyət göstərən hərbçilər tam əməliyyat azadlığına malikdirlər. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Mənim və Müdafiə Nazirinin İsrail ordusuna verdiyi göstəriş aydındır və dəyişməyib. Livanın güneyindəki qüvvələrimizə qarşı və ya İsrailin quzey sakinlərinə qarşı istənilən birbaşa və ya potensial təhlükənin qarşısını almaq üçün ordumuz tam fəaliyyət azadlığına malikdir. Bu məsələdə İDF üçün heç bir məhdudiyyət yoxdur deyə Netanyahu deyib. Baş nazir İsrail ordusuna dəstəyini ifadə edərək bütün ölkənin onların arxasında dayandığını vurğulayıb. Mən və bütün xalq onların arxasındadır deyə o qeyd edib. Netanyahu qeyd edib ki, İsrail ordusu Livanın güneyində yaratdığı təhlükəsizlik zonasını tərk etməyəcək. Quzey bölgəsinin sakinlərini və İsrail dövlətinin bütün vətəndaşlarını qorumaq üçün Livanın güneyindəki təhlükəsizlik zonasında nə qədər lazımdırsa, o qədər qalacaq. ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatlar ordusunun İran dəniz limanlarını blokadaya almasının bombardmandan daha səmərəli olduğunu və Vaşinqtonun lazım gələrsə bu cür taktikalara qısa zamanda qayıtmağa hazır olduğunu bildirib. O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib. ABŞ lideri İran ətrafındakı vəziyyəti şərh edərkən deyib, bilmək istəyirsinizsə hesab edirəm ki, blokada bombardmandan daha təsirlidir. Biz bunu 15 dəqiqədən sonra yenidən tətbiq etməyə hazırıq. O, həmçinin ABŞ-nin hərbi naziri Pete Hegsethə də müraciət edərək blokadanın tez bir zamanda bərpa olunmasını ehtimalını aydınlaşdırıb. Silahlı qüvvələr lazım gələrsə elə indi hərəkətə keçməyə hazırdır deyə Pentagon rəhbəri cavab verib.
ABŞ-nin Ford və General Motors, eləcə də digər avtomobil istehsalçıları tezliklə ölkənin silahlı qüvvələrini gücləndirmək üçün silahlar, o cümlədən Patriot hava hücumundan müdafiə sistemi üçün raketlər və Tomahawk qanadlı raketləri istehsal etməyə başlaya bilər. Bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. O, iyunun 24-də ABŞ-nin ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüşməyi planlaşdırdığını təsdiqləyib. Biz ölkənin hər yerində çoxlu fabriklər tikirik. Onlar General Motors və Ford ilə danışıqlar aparırlar. Amma bilirəm ki, General Motors hazırda silah istehsalı ilə bağlı çox həyəcanlıdır. Onların istehsalı dəyişə biləcəkləri bir neçə fabriki var. Biz Tomahawk-da daxil olmaqla patriotlar və daha çox silah istehsal edəcəyik, deyə Trump bildirib. Hörmüz boğazından neft və qazın daşınması artıq böhrandan əvvəlki səviyyəyə qayıdıb. Bunu ABŞ-nin energetika naziri Chris Wright bildirib. Biz Hörmüz boğazından neft və təbii qazı böhrandan əvvəlki səviyyələrdə daşıyırıq. Biz bu səviyyəni aşa da bilərik, deyə nazir deyib. Wright onu da əlavə edib ki, 2 gün əvvəl Hörmüz boğazından rekord gündəlik enerji tədarükü qeydə alınıb. Paris, Fransanın təhlükəsizlik maraqlarına zidd olduğu təqdirdə İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək. Bu barədə Əl-Hədəd telekanalı məlumat yayıb. Fransa Xarici İşlər Nazirliyindəki mənbə qeyd edib ki, İranla ABŞ arasında əldə edilən razılaşma yalnız ilk addımdır və növbəti addımlar daha çətin olacaq. Livan məsələsi Tehranla Vaşinqton arasındakı razılaşmanın uğursuzluğa düçar olmasına səbəb olacaq, deyə mənbə bildirib. Buraxılışımız davam edir. 22 iyun tarixində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xarici İşlər Naziri Rəşid Meredov arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycanla Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar. Nazirlər ticarət, iqtisadi, enerji, nəqliyyat, tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə regional bağlantıların gücləndirilməsi, orta dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib. Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.